Telegram platformasında bir qrup şəxs saxta iş təklifləri irəli sürürlər. Belə ki, vətəndaşın xəbəri olmadan onu qruplara əlavə edirlər. Üzvlərə qrup idarəçiləri tərəfindən müəyyən tapşırıqlar verilir. İş yerinə yetirildikdən sonra hər tapşırığa görə 3 manat ödəniləcəyi vədi verilir. Gündəlik əmək haqqının isə 90-360 manat arasında dəyişdiyi iddia olunur. Mütəxəssislər deyirlər ki, vətəndaşların xəbəri olmadan qruplara əlavə edilməsi olduqca təhlükəlidir. Bu işlərlə məşğul olan şəxslər adətən saxta iş vədləri ilə insanları manipulyasiya eləyir və onların şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar. Bu tip qruplar vasitəsilə göndərilən tapşırıqlar çox vaxt fırıldaq məqsədi daşıyır və vəd edilən ödəniş ödənilmir. Mən bütün istifadəçilərə tövsiyə edirəm və eyni zamanda onları ehtiyatlı olmağa çağırıram ki, bu tipli xəbərlərə, məsələlərə inanmasınlar. Birinci növbədə onlara göndərilən linkləri öz kök domeni vasitəsilə müqayisə edərək aydınlaşdırsınlar. Eyni zamanda yaxşı olar ki, onlar üçün gələn müxtəlif xəbərlər, bunlar iş elanları ola bilər, yarışlar ola bilər, uçuşlar ola bilər, müxtəlif müsbət xəbərlər ola bilər və ya mənfi xəbərlər ola bilər. İlk növbədə müəssisənin öz rəsmi kanalı ilə aydınlaşdırmaq lazımdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, işə düzəltmək, onlayn qazanc, əlavə gəlir və digər saxta vədlərlə sosial şəbəkələr üzərindən paylaşımlar eləyərək vətəndaşların pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə məlumatlar daxil olur. Kiberdələduzluq predmenti olan bu hallara qarşı polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə səhvlər aşkar edilərək bağlanılması təmin olunur, həmin səhvləri idarə edən şəxslər saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülür. Bir daha vətəndaşlara heç bir iqtisadi əsası olmayan bu cür səhvlərə aldanmamağı, internet üzərindən edilən cəlbedici təkliflərə və şirinləndirici vədlərə qarşı diqqətli olmağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi, tanımadıkları şəxslərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Vətəndaşın razılığı olmadan qruplara əlavə olunması və şəxsi məlumatların istifadəsi qanunsuzdur. İnsanlar bu cür təkliflərə şübhə ilə yanaşmalı və yalnız etibarlı rəsmi iş platformalarından istifadə eləməlidirlər.